Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir telefonu təmirə gətiriblər. Knopkalarından müştəri narazıdır. Bir neçə dəfə də ustalara düzəltdirib. İndi ortanın nəticəni bir yerdə izləyək. Açmağa davam edirik. Fikir versəz, bura başqa bir şeylər qoyulub. Burada nə var? Hamısını təmizləyək. Bir hissəni təmizlədik ayrı-ayrılıqda. Hissələri təmizlədik, dəmirlərin parlaqlığını özünə gətirdik. 14 ədəd knopka kəsdik. Böyük kömürləri, paxlava kömürləri hazır vəziyyətdə qoymuşuq. Bunlara nisbətən böyüdür. Kömürləri vurduq, fikir versəz, DS ulduz balacadır, bunlar böyüdür, bunlar qarantiyalı kömürlərdir. Demək, bütün knopkalar pambıq kimi işləyir. Bunu müştəri sonradan gətirdi, qabın içinə fikir versəz, bura mikrob yığıncağıdır. Yəni giriş var, çıxış yoxdur. Bunu da təmizləyək. Yəni də təmizlədik, dərmanladıq, şotkaladıq. Telefonun belə bir proqramında da problem var. Müştəri indiyənəcən belə işlədib. Səsini eşidək. Fikir verin, qudok verir. Yesə 2 dəfə basmaq lazımdır. Yəni düz deyil. Həm də proqram yenidir, amma AON sistemi düzgün deyil. Proqram təzminatını düzəltdi. İndi səsini eşidək. Fikir verin, yesə bir dəfə basırıq. Bu qədər. Çox sağ olun izlədiyinizə görə. Şad xəbər eşitsinlər.